Hər vaxtınız xeyir olsun. Xaliq Usta, sən də yorum yazsan, əllərin var olsun. Bir Nobella kombisi haqqında bir məlumat ver də, bir qısaca olsa da. Nobella kombisi 15 ildən çoxdur Azərbaycanda sevilən kombilərdəndir. Ən gözəl, ən zəif qazın işləyən kombidir. İşlətmə qaydası çox sadədir. İçinin detalları, devriye motorları, Grundfos, qaz klapanı, qaz valfı, Sigma firması İtalyanındır. İşlətmə qaydası çox sadədir. Qaz kəsilib gələndə kombinin özünün xoda işə düşmə qaydası var. Və yeni modeldir. Wi-Fi ilə də Wi-Fi ilə qoşulub işlətmək mümkündür. Həqiqətən də Allah xeyir versin. Vallahi nə var onu deyirik. Çox keyfiyyətli, bu ay şəkli olan Nobella kombisi çox keyfiyyətli bir kombidir. Qaz kəsildisə, bu heç bir kombidə yoxdur. Bunun özəlliyi odur ki, qaz kəsilib yananda 20 dəqiqədən bir öz-özünə pusk verir, xətti yoxlayır. Qaz gəlmədisə, bir də 20 dəqiqədən bir öz-özünə pusk verir, xətti yoxlayır. Nə vaxt qaz gəldi, işə düşür, işləyir. Detalları çox keyfiyyətli detaldır. Devriye nasos Grundfos Almanya istehsalı və 2 devriye nasosu var. Dəngə qabı var, 40-lığında, 50-liyində, 60-lığında və 2 yanma kamerası var. Çox dözümlü, keyfiyyətli bir kombidir. Platasında işıq stabilizatoru var. 320 vata dözən. Plata İtalyanındır. Boruları içinin misdir. 3 yollusu, yəni ki, bu çanağı kapron deyil. Yəni bronz deyilən detaldandır. Fanı köhnə model, keyfiyyətlidir. Hər biri detallı, keyfiyyətli, uzun ömürlü bir kombidir. Allah arzusunda olanlara da qismət eləsin. Sağ ol usta, sənin də əllərin var olsun. Çox sağ ol. Bizim bu Nobella servisin nümayəndəsidir. Allah var eləsin bu qardaşımızı da. Sağ ol, sağ ol.